İki önemli gün var insanın hayatında, hansı ki qeyd olunur ömür adlı kitabda. Birisi doğum günün, dünyaya geldiğin gün, o birisi ebedilik, torpağa döndüğün gün. Həmişə düşünərdim, axı niyə bir zaman yox olub gedəcəyik, köçəcəyik dünyadan. Necə ağır bir dərddir ölüb torpağa dönmək. Heç yaşamamış kimi əbədi ölüb getmək. Necə yaxşı olsa da bu dünyada yaşamaq bir o qədər çətindir, bir gün tamam yox olmaq. Onda xəbərim yox idi nə əbədi həyatdan, nə də onu bəxş edən xilaskar Rəbb İsa'dan. Bir sınaq üçün gəlirmiş insanlar bu həyata. Həqiqi həyat isə mövcud imiş o dünyada. Çox təəssüf, insanlar düşüb əyri yollara. Bu sınaqdan keçməyib qul olubmuş günaha. Günahın da əvəzi ölüm imiş bilmirdim. Cənnəti, cəhənnəmi nağıl hesab edirdim. Tanrının kəlamını oxuyanda dərk etdim. Tanrı biz insanlara vermişdi azad seçim. Ya xilaskarın kimi İsa'nı qəbul etmək, onun vasitəsilə cənnəti əldə etmək, ya da inkar edərək ölüm yolunu seçmək, əbədi məşəqqətə, əbədi oda düşmək. Bu seçim ürəyimə bir təsəlli gətirdi. Ölüm vahiməsini düşüncəmdən götürdü. Mən Rəbb İsa'nı seçdim, xilası əldə etdim. Bu seçimi hamıya mən məsləhət görərdim. Şükür olsun Tanrıya, bizə İsa'nı verdi. Ölümün kabusundan bizləri xilas etdi.